Bu səhər planeti viza ilə kəşf edirik və həm yerlimiz Azərbaycanlı Günay Aliyeva, hansı ki Almaniyada yaşayır, bir neçə ildir Bonn şəhərində və Almaniya təcrübəsini bizimlə bölüşəcək. Həmişə bunu deyirik, bir var turist kimi gəlib gələsən 5-10 günlük. Bu o dərəcədə belə çox geniş danışmağa imkan vermir adama. Misal üçün, mən özüm də orada olmuşam bir neçə şəhərdə, amma otur onun daxili qaydalarından danış, müəyyən şeylər var, onları izah eləmək istə, mən bunu bacarmayacağam. Amma orada yaşamaq tamam başqa bir haldır, məqamdır. Bunu da bizə Günay Aliyeva izah edəcək. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Guten Morgen, necə deyirlər? Guten Morgen. Necə deyirlər? Necəsiz? Nə var, nə yox? Şükür, çox sağ olun, yaxşıyam. Nə əcəb gəlmisiniz? Tətil vermişlər, ailəmi görməyə, ziyarətə və bir qədər istirahət eləməyə gəldim. Belə, vaxtımı dəyərləndirmək istədim. Bonn şəhərində yaşayırsınız. Neçə ildir artıq? 3 il artıq tamam olub. Deməli, Günay xanımın özünün bir YouTube kanalı da var. Təvazökar insandır. Balaca bir YouTube kanalı var. Hərdən videolar çəkirəm Almaniyada yaşam tərzi ilə bağlı. Amma güman edirəm ki, gələcəkdə daha da böyüyəcək və diş həkimi assistenti kimi fəaliyyət göstərirsiniz. Necə oldu, qərar verdiniz ki, mən Almaniyaya getməliyəm, orada yaşamalıyam, bu işlə məşğul olmalıyam? O seçim bizim üçün maraqlıdır. Deməli, mən Azərbaycanda universitetə hazırlaşdığım ərəfədə, yəni hər zaman arzum və məqsədim bu olub ki, mən həkim olmaq istəyirəm. Və burada tibb universitetinə qəbul olanda, təəssüf ki, balımın yetərsizliyi ucbatından əczaçılıq fakültəsinə qəbul oldum, amma yenə də əczaçılığı sevdim və bu sahədə çalışdım. Mən universitet ərəfəsində hər zaman məqsədim bu idi ki, əgər mən tibb təhsili almaq istəyirəmsə, bu Almaniya olmalıdır. Və alman dilinə hazırlaşdım, sonra master imtahanı və digər faktorlar. Bir qədər Almaniyada tibb təhsili almaq bir balaca çətin olduğu üçün mən dedim ki, burada hazırlaşmaq da qaydasında və burada da mən diplomu aldım, hazırlaşım və bunu Almaniyada bacarım. Fürsət yarandı. Ausbildung olaraq, diş həkimi assistenti olaraq ora getmək və mən getdim. Mənim öncəki iş yoldaşım Azərbaycanlı xanım idi. Bir qədər mənə kömək elədi, adaptasiya olmaq, dilə öyrənmək və müəyyən faktorlar. Və artıq demək olar Almaniyada 3 ildir yaşayıram. Bu sahədə də yəni artıq bitirdim. Çalışıram və məqsədim yenə də vas keçmədən Almaniyada yenidən tibb təhsili almaqdır. Bu il universitet müraciətlərini etmişəm. Cavab gözləyirəm. Xeyirli olsun. Dediniz, bayaqları dediniz biraz çətindir. Bəli, mən bu çətindir. məsələnin çətin tərəflərindən istəyərdim danışasınız. Çünki indi elə bir dövrdür ki, dünya sanki balacalaşıb texnologiyanın inkişafı ilə hər yerə getmək çox da çətin deyil. Sadəcə bəzi riskləri sən nəzərə almalısan. Hansı çətinliklərdən söhbət gedir? Əgər təhsil almaq və təhsil yolu ilə getmək çətinliklərindən danışsam, bunu deyə bilərəm ki, almanların ilk növbədə dövlət universitetinin tələbi sizin yüksək səviyyədə alman dili bilməyinizdir. Buradakı alman dili səviyyəm mənə görə yüksək olsa da, lakin orada bu danışıq dilində və bir çox akademik dillərdə yetərli olmadığı üçün bu bir qədər başlanğıcda maneə oldu. Daha sonra isə orada və məsələ burasındadır ki, almanların özü, mənim bir neçə tanıdığım alman dostlarım, hansı ki biz uzaqdan tanıyıram mən onları, onlar özləri belə Almaniyada tibb universiteti üçün kvota az ayrıldığına görə xaricdə təhsil alırlar. Və xarici tələbələr üçün, misal üçün, mən sizə deyə bilərəm, hal-hazırda yaşadığım Bonn şəhərindəki xarici tələbə kvotası tibb üzrə 20 yer, diş həkimi üzrə 15 yerdir. Və təkcə, yəni Almaniyanın təbii ki, özləri ayrı, amma dünyanın bir çox yerindən orada oxumaq istəyən insanlar var. Buna görə də rəqabət yüksəkdir. Bu cür faktorlar rol oynayır. Təbii ki, ortalamaya baxırlar, könüllü fəaliyyətinə baxırlar, sizin iş təcrübənizə baxırlar. Nə qədər çox sizin universitet həyatında və yaxud məktəb həyatında sosial aktiv olsanız, bu sizin gələcəkdə təhsil almağınız üçün təbii ki, çox müsbət rol oynayır. Mən neçə ildir fikir verirəm, elə dünyanın hər yerindən Azərbaycan qarışıq Almaniyaya həkim axını var. Bəli. Bu neçə ildir bu həkimlər gedir. Təkcə Azərbaycandan deyil axı, dünyanın hər yerindən. Bu həkim bu kvotasını doldurub qutara bilmirlər. Nə ilə bağlıdır bu? Mən şəxsən belə fikirləşirəm ki, misal üçün Almaniyada ayrıca Bonn şəhərində
bir küçənin özündə bir 3-4 dənə siz biz ona deyirik terapevt, ev həkimi Almancadan tapa bilərsiniz. Tələbat çoxdur. Orda insanlar necə deyim, əhali çoxdur. Sonra təhsil orada həqiqətən təhsil və texnologiya çox yüksək inkişaf edib. İnsanlar düzdür, bəzi həkimlər təbii ki, bu insani cəhətdən laqeyd yanaşa bilər. Bu dünyanın hər yerində var. Lakin mən fikirləşirəm ki, orada həqiqətən də məsələ nədir, nədən ibarətdir? Biz sözün əsl mənasında necə kömək ola bilərik? Onu öyrənirlər. Təbii bu burada da elədir, amma ədəbiyyatlar, dediyim kimi texnologiya, sonra təhsil istəyir ki, biz ora gedək. Belə. Gəlin Günay xanım, yada salaq sizin Almaniyaya ilk səfərinizi, ora getməyinizi. Almanlar biraz fərqli millətdilər. Qaydalar baxımından, dəqiqlik baxımından. Düzdür, mən ora gedəndə o sanki dəqiqlikdən o qədər də əsər əlamət qalmamışdı. Bilməm, bəlkə Berlində elə idi. Amma yanındakı dostuma dedim ki, bəs deyirlər Almanlar dəqiqdir. Almanlar svetoforun qırmızı işığı yanında keçmirlər yolu. Bu nədir? Hərə bir tərəfdən keçir, alim dəyib bir-birinə. Bəlkə illərlə xüsusən də kənar ölkələrdən gələn adamlar müəyyən şeylərə təsir göstəriblər. Amma sizin çətinliyiniz nə oldu uyğunlaşma baxımından? Mən belə demək istəyirəm ki, mənim Almaniyaya ilk getdiyim şəhər Almaniyada bir ada olub. Ada? Bəli, adada yaşamışam 2 il. Zült adası adlanır. Orada nə işiniz var idi sizin? Mənim belə deyim, yaranan fürsət məni ora apardı və necə deyim, əslində mən Almaniyada yaşayan dostlarıma, Azərbaycanlılar da deyəndə onlar da belə təəccüblərlə baxırlar ki, Almaniyada ada var. Yəni mən də təəccübləndim. Sonra dedim, yəqin o hissəni bilmirəm, çaşdırmayım özümü. Danimarka ilə Almaniyanın sərhədində yerləşir Şimal dənizi. Hətta adanın ən yüksək, yəni Danimarkaya yaxın tərəfinə gedəndə telefonun seti sizi Danimarkada göstərir. Çox maraqlı idi. Belə deyim, ilk başda orada olmaq, təbii ki, orada çox da mən Azərbaycanda olanda dediyim kimi bir qədər sosial aktiv olduğum üçün sanki həyat məni bir qədər balansa gətirmək üçün o adaya apardı və o adada mən başladım hazırlaşmağa, oxumağa, öyrənməyə və yenidən cəhdlər eləməyə. Adaptasiya müddəti yaxşı gedirdi. Çətinlik əslində mənim əvvəlki, yəni orada başladığım şefim, yəni rəhbər. Biz düzdür dəqiqlikdən danışırıq. Biz indi orada terminlərə, randevulara baxırıq. Tutaq ki, orada saat yazılıb 15. Biz gözləyirik 15:01, 15:05. Artıq pasiyent gəlməyib. Amma yenə də nə də olsa bir çoxlarında o dəqiqlik var. Dəqiqlik mən sizə deyərəm, siz əgər dövlət qurumlarında hər hansı bir randevunuz varsa, həkim yanında bir randevunuz varsa, orada artıq dəqiqlik özünü göstərir. Digər şeylərdə biraz çətin ola bilir. Yox, misal üçün qatarların gəlişi, gedişi, bunlar hamısı normal. Yəni bizim gördüyümüz nə yazılmışsa o vaxtda da gəldi. Düzdür, şəhərlər arasında vəziyyət biraz başqa cürdür. Onu da ondan izah elədilər ki, yollarda təmir gedir reyslərdə. Ona görə müəyyən gecikmələr ola bilir. Bunu əvvəlcədən demişlər, amma şəhər içi nəqliyyatda o dəqiqlik məsələsini, problemini görmədik. Sadəcə o insanların davranışlarında sanki elə bildim Almaniyada yox, tamam başqa bir ölkədəyəm. O baxımdan soruşuram sizdən. İnsanların davranışlarında da məncə sırf almanların özündə, hansı ki onlar yaşlıdırlar, yaşlı almanlarda dəqiqlik var. Amma gənc nəsildə biraz çətin ola bilər və Almaniya özü hal-hazırda xaricdən yaşayan, Almaniyada doğulub böyüyən, amma əslən xarici olan vətəndaşlar çox olduğu üçün bəziləri yenə də öz adət-ənənələrinə uyğun davrana bilir. Bununla sizə razıyam. Lakin siz az öncə nəqliyyat dediniz. Bu Almanların özünün də biz ona Deutsche Bahn deyirik, Alman qatar sistemi. Həqiqətən çox problemli məsələdir. Çünki onlar adətən necə deyim, necə rahatdır o konuda? Almancasını bilirəm, amma Azərbaycancasını, yəni maaş azlığından etiraz edirlər ki, biz qatar sürməyəcəyik. Avropada bu dəbdədir. Dəbdədir.
Aha. Və ən çox sevdiyim şey düzdür. Bunu nə qədər sevirəm deyə bilmərəm, amma bunu demək istəyirəm ki, mən fikirləşirəm ki, indi mən olduğum şəhərdə də bir çox insan etiraz bildirir nəyəsə, hal-hazırda aktual olan politik məsələlər və digər şeylər. Onlara icazə verirlər bunu bildirməyə. Yəni onları sakitləşdirmirlər ki, yox bildirməyin. Onlara alan tanıyırlar və polislər falan da ətraflarında yer olurlar verirlər, ki, yəni. yer verirlər. Mən fikirləşirəm ki, onlara yer verildiyi üçün etirazını bildirsələr, sonradan yenə sakitləşib öz işlərinə qayıdırlar. Yəni aqressiya böyümür. Böyümür, bəli. Amma hansı ki, heç yer verilmədən onlar öz fikirlərini deyə bilmirlərsə, bu artıq böyük aqressiya səbəb ola bilər deyə düşünürəm. Aydın məsələdir. O Zülf adası dediniz də. Orada kimlər yaşayır? Böyük bir yerdirmi? Nə qədər əhalisi var? Əhali nə ilə dolanır? Maraqlı gəldi Zülf adası. Zülf adasında Mənasını bilirsinizmi nədir? Zülfün mənasını yox, bilmirəm. Əvvəllər Danimarkaya aid olub. Danimarka dilində olan bir sözdür. Belə deyim, orada insanlar türklər özləri deyirlər ora zəngin adası, almanlar özləri deyirlər ki, orada adətən zəngin, varlı insanlar yaşayır. Bir sözlə belə izah edə bilərəm, kurort zonası kimi bir yerdir. Tətilə istirahətə gedirlər. Yayda çox gözəldir. Orada demək olar hər yay sörf olur. Sörf yarışları təşkil olunur. Lakin qışda çox sakit, çox darıxdırıcı. Orada insanlar, yəni orada böyük xəstəxana var. Xəstəxanada da çalışan bir-iki Azərbaycanlı olduğunu görmüşəm. Orada dediyim kimi restoranlar, marketlər, kafelər, yəni insanlar normal böyük şəhərlərdə necədir, orada da elə yaşayır. Çox maraqlıdır. Heç də belə populyar yer deyil deyəsən. Amma Avropaya səyahətə gedənlər, Almaniyada gəzmək üçün ora səfər edənlər Zülf adasını yadda saxlasalar, məncə xoşlarına gələcək. Xüsusən də yay aylarında. Aha, bax bunu diqqətdə saxlayın dostlar. Almaniya ilə bağlı Zülf adasını da kəşf etmiş olduq. Gəlin onların qiymətlərindən danışaq. Mövcud şəraitdə indi dünyada geosiyasi proseslər, həm də iqtisadi proseslərə təsir göstərir. Almaniyada Avropa iqtisadiyyatının belə lokomotivi hesab edilir. Bu müharibələrlə əlaqədar bəzən heç də xoş günlər yaşamırlar. Bəzi iqtisadi problemlər var. Bunun fonunda vətəndaşların cibindən çoxmu pul çıxır? Yəni qiymətlər tez-tezmi dəyişir? Qiymətlər son vaxtlarda təbii ki artıb. Bunu almanlar özləri də etiraz edirlər və bildirirlər. Yəni misal üçün sizin əgər Almaniyada yaşadığınız zaman tək nəfər üçün həftəlik alış-verişiniz əvvəllər 50-60 avro civarı tuturdusa, indi artıq bu 80-100 avroya qədər çatır. Yəni marketlərdə qiymətlər qalxır, dediyim kimi restoranlar həmçinin və ən əsas məsələ hansı ki biz az öncə danışdıq, Alman qatar sistemi Deutsche Bahn. Deyəsən etirazları işə yarayıb, orada da qiymət qalxıb. Çünki əvvəllər aylıq abunəlik 50 avro civarı idisə, indi artıq 65 avro civarıdır. O abunə nə anlayışına gəlir? Siz aylıq belə deyim Deutsche Bahn vətəndaşdan söhbət gedir? Yox, xeyr. Aylıq qatar bileti alırsınız və vətəndaş alır da bunu. Vətəndaş, turist hamı ala bilər. Siz onunla Almaniyanın istənilən şəhərlərinə, regionalına səyahət edə bilirsiniz. Yəni artım var. Artım var və bu bir çox insan narahat edir və tələbələr bu barədə təbii ki çətinlik çəkənlərdəndir. Narahatdılar. Narahatdılar. Bonn şəhərindəsiniz. Necə Bonnu seçdiniz? Mən Zülf adasında olarkən Bonda yaşayan çox yaxın dostum var idi və bir neçə dostlarım. Biz ona danışanda dedim ki, mən artıq az öncə dediyim kimi həyat məni balansa gətirmək üçün Zülfə gətirdi və mən istəyirəm yenə özümə qayıtmaq. Və o mənə dedi ki, gəl Bona. Mən çox fikirləşdim və onda təhsilimin son 6 ayı qalırdı. Mən orada yenidən iş tapmalıyam, ev tapmalıyam, nə olacaq, necə olacaq? Dedim, yaxşı, gəldirəm. Və gəldim Bona, dostum mənə ilk aylarda kömək elədi, iş tapdım, ev tapdım, hər şey qaydasına getdi. Və Bonn mənə bir balaca Bakını xatırladır. Orada mən fikirləşirəm bir şəhəri sevmək üçün həmçinin orada sevdiyiniz insanlar olmalıdır. Və Bonda dostlarımın olması, onların mənə mənəvi dəstək olması məni Bona bir qədər çox bağladı. Yəqin ki, Köln şəhərində tanıyırsınız. Əlbəttə. Bonn həmçinin əvvəllər Almaniyanın paytaxtı olub, daha sonra Berlin.
Və Bonnla Kölnün arası yarım saatlıq məsafədə qatarla. Lakin Köln mənə çox biraz xaotik və qarışıq gəlir. Amma Bonn sakit, güvənilir və doğma hiss elətdirir. Bilmirəm gələcək məni hara və necə aparar. Dediyim kimi təhsil müraciətləri etdiyim üçün və artıq mən istəyirəm ki, məndə o təhsil acılığı olduğu üçün mən artıq təhsil alım, mən oxuyum, mən bir şeylər bacarım. Bonndan gedə bilərəm. Amma bu yaxınlarda məni bu məsələ bir balaca incitdi ki, mənim Almaniyada hardadır evim? Sonra dedim ki, Günay, sən Azərbaycanda evin var? Dünən anamla danışdım, dedim, ana, bunu mən üçün təsdiqləyərsən və təsdiqlədi təbii ki. Fərqi yoxdur Almaniyada harda evin necə olacaq. Biraz fəlsəfi danışsam bunu deyərəm ki... Siz daimi qalmaq nəzərdə tutursunuz da? Daimi qalmaq üçün yaşayış yeri? Demək olar və təhsil alacağım müddət ərzində artıq mən bildim ki, mən ən azı 2 il buradayım və yaxud ən azı mən 6 il buradayım və orada yaşayım. Çünki indi fikirləşirəm, bunu artıq sevirəm, buna demək olar bağlanmışam, doğmadır. Lakin oradan hər an gedə bilərəm düşüncəsi bir balaca insanı qorxudur. Lakin sonra deyirəm ki, yəni, niyə də olmasın? Bizə biraz Bonndan danışın. Yəni, məsələn, biz sabah ora gedəsi olsa, turistlər üçün maraqlı nələrsə varmı? Var. Siz orada Rayn çayı Bonn ərazisindən keçir həmçinin. Rayn çayı Bonnu 2 hissəyə ayırır, belə deyim. Boyel hissəsi adlanır və Bonn. Hər ikisi özünə məxsus gözəllikləri var. Mərkəzi isə Bonn hissəsi olan, mərkəzi hissədə adətən turistik yerlər. Orada Bonn şəhəri Beethovenin şəhəridir və Beethovenin ev muzeyi, siz orada həmçinin konsertlərə gedə bilərsiniz. Orada maraqlı kafelər var, Bonnun özünün kilsəsi, Rayn çayının ətrafında yerimək, orada böyük bir park var Rayn çayının sahilində. Gözəldir yəni. Bonnu düzdür, sizin üçün, yəni bir turist üçün 2 gün kifayətdir məncə. Çox böyük şəhər deyil. Çox böyük şəhər deyil. Balaca şəhərdir, gəzib rahat bitirə bilirsiniz. Bonna gələnlər məncə yarım saatlıq Kölnə də gedib ziyarət edə bilər. Kölnün o məşhur katedralı, Kölnün Rayn çayı həmçinin oradan da keçir. Onun da həmçinin bulvarı var, parkı var. Yəni gəzməli, görməli yerlərdir. Çox gözəl, çox pakizə, necə deyərlər. Və həftə sonlarınız adətən necə keçir? Deməli, Avropada həftə içi işləyirlər, özü evə tez gedirlər, bildiyim qədər, işte həftə içi iş günlərində. Amma həftə sonları 5-6 onlarındır, necə deyərlər, özlərinə daha çox həsr edirlər. Məsələn, sizin həftə sonlarınız kimlərlə, haralarda keçir, necə olur? Maraqlıdırmı ümumiyyətlə Avropada hər həftə sonu? Maraqlıdır. Dostlarımla keçirtməyə çalışıram. Dostlarımla keçir. Sonra bəzi hobilər edinmişəm. Bunu təzəlicə başlamışam. Qılınc oynatma misal üçün. Sonra şahmat öyrənməyə çalışıram. Fransız dili öyrənməyə çalışıram. Yəni həftə içi də dolu keçir. Həftə sonu da bir qədər dolu keçir. Adətən dostlarla görüşürük. Rayn ətrafında gəzirik, söhbətlər edirik. Bəzən oyunlar oynayırıq, orada dostlarla bowlingə gedirik, bilyarda gedirik, belə yəni. Bəzən evdə qalmaq özü də yaxşıdır. Əlbəttə. Evdə qalıram, ev işləri ilə məşğul oluram və yaxud özüm üçün yemək bişirib filmə baxmaq da yaxşı təsir edir. Deməli, yaxşı mövzuya toxundunuz, yemək məsələsi. Onların milli mətbəx anlayışı deyəsən yoxdur. Milli mətbəx deyəndə ancaq sosis, bu cür şeylərlə daha çox qidalanırlar deyə biz orada olanda dönər bizə daha belə doğma gəlirdi sözün açığı. Siz bu mətbəx mövzusunu necə tənzimləmisiniz doymaq üçün, yaxşı qidalanmaq üçün? Almanların mətbəxindən başlasam belə deyə bilərəm ki, hansı ki savaş, müharibə dövründə onlar kartofla çox sevdikləri üçün, necə bizdə çörək qiymətlidir. Mən deyərdim almanlarda bu kartofdur. Kartofun hər cür formada onlar hazırlayırlar. Siz dediyiniz sosis currywurst adlanır. O da almanların məşhur yeməklərindəndir. Mən şəxsən daha çox Azərbaycan, biraz Alman sayağı, demək olar milli mətbəxdən də hazırlayıram. Biz adətən bayramlarda da dostlarla yığışanda milli mətbəx aş, dolma, sonra ləvəngi, digər hər cür yemək hazırlaya bilirik.
Bəzən iş çətinliyindən, işin çoxluğundan Almaniyada mən deyərdim hazır yeməklər daha çoxdur. Mən deyərdim Avropada. Hansı ki, onları alırsınız, sobaya qoydunuz, 3-4 dəqiqə, 5-10 dəqiqə hazırdır. Düzdür, bu sağlamlıq cəhətdən biraz yaxşı olmasa da, hazır yeməklər olur adətən. Yəni belə. Mən fikirləşirəm, mən özümü yaxşı hiss eləmək üçün, özümü yaxşı hiss eləyəndə çox belə yaxşı Azərbaycan yeməkləri hazırlayıram. Yox, bəzən nəsə olanda hazır alıb mən də biraz alman sayağı qidalanıram. Bu arada bayaq dediniz ki, YouTube-da bir video çəkmişdim. Ən çox baxılan videolarımdan biri o idi. Almaniyada bazarlıq. Həftədə neçə dəfə bazarlıq edirsiniz və hardan edirsiniz bunu? Adi bildiyimiz marketlərdənmi söhbət gedir, yoxsa orada da bizdəki kimi belə özünə məxsus xüsusi bazarlar var? Bəli, orada da xüsusi bazarlar var. Adətən həftə sonları şəhərin mərkəzində açıq yarmarka kimi olur. Azərbaycan sayağı yemək hazırlamaq istəyəndə türk marketlərinə müraciət edirəm. Çünki orada ət məhsulları marketlərin özündə mən deyərdim çox da dadlı və keyfiyyətli deyil. Biz qəssablardan bəzən alırıq, türk marketlərindən, Almaniyada marketlərdən, Aldi şəbəkələri, Lidl, bilmirəm adlarını çəkdim. Çəkin, problem yoxdur. Onsuz da burada nə Aldi var, nə Lidl var. Onlardan adətən alış-veriş edirəm. Həftəlik olur, bəzən 2 həftədən bir. Gündəlik adətən nəsə, misal üçün market yaxın olduğu üçün çox da incitmir. Gündəlik nəsə alıram. Hansı qaydalar sizi sıxır orada? Məni sıxan qaydalar... Var elə bir şey? Mən əksinə deyərdim, yox. Orada məni sıxan qaydalar yox, xeyr, yoxdur. Orada əksinə çox şeyin qaydalı və nizamlı olması daha yaxşı təsir edir, nəinki əksinə. Mən deyərdim orada, düzdür, başlarda təbii ki, mən fikirləşirəm, işə yeni başlayan, mən öz ölkəmdə də olsam belə, bir qədər çətinliklər yaşayıram. Amma orada həmçinin bir balaca dil problemi olduğu üçün və insan danışmağa qorxur, cəsarət edə bilmir. Burada dostlarımla danışıram, deyirəm, danışın, qorxmayın yəni. Mən əvvəl qorxurdum, amma görəm bu əksinə siz nə qədər cəhd elədikcə bu almanların da xoşuna gəlir, kömək olmaq istəyirlər. Ona görə fikirləşirəm ki, mənə hər hansı bir qayda yox. Hər şey vaxtında olur. Hətta mən bəzən iş saatlarından artıq qalmağa çalışanda mənə özləri deyirlər ki, evə getməlisən. Yəni sənin iş saatın bitdi, sən evə getməlisən, iş qalar, sabah tamamlayarsan. İndi Günay xanım deyir ki, 3 ilim tamam oldu deyə mən Bakıya gəlməmişdən qabaq Portuqaliyaya getdim, İspaniyaya getdim, sonra Macarstandan da yəqin ki Azərbaycana gəlmişsiniz də belə marşrutu təxmini gözə yarı gətirdim ki Macarstandan daha ucuz olar Bakıya aviabilet. Nəysə, sözüm onda yox. Portuqaliyada neçə gün qaldınız? Portuqaliya Lizbon şəhərində 2 gün. İnanırsınız, Portuqaliya məni ən çox cəlb edən ölkələrdən biridir. Çox qəribədir. Çox gözəldir. Heç məni Fransa, Almaniya və digər ölkələr o qədər cəlb eləmir. Portuqaliyada çox olmaq istəyirəm. Olmamısınız? Yox, olmamışam. Məncə olmalısınız. Olmalıyam. Niyə olmalıyam? Niyə getməliyəm ora? Mən olduğum şəhər Lizbon şəhəri. Yəni bizim bildiyimiz Lissabondan söhbət gedir. Bəli, Lissabon. Lissabon şəhəri düz paytaxtdır da. Paytaxtdır. Bəli, paytaxtdır. Atlantik okeanının sahilindədir və birbaş okeana açılır. Yəni şəhər özü rəngbərəng. Şəhərdə siz həm müasir, həm keçmiş tarixi abidələri görə bilərsiniz. Şəhərin özünün ab-havası, insanları gülərüzdür, mehribandılar. Hər hansı bir köməyə ehtiyacınız olanda isə kömək eləməkdən çəkinmirlər. Yeməkləri dadlıdır. Adətən ən çox balıq yeməklərinə üstünlük verirlər. Balığın demək olar hər cür orada formada hazırlanır. Sonra mən deyərdim şəhərin rəngini təsvir eləməli olsam şəhərə sarı, narıncı rənglər deyərəm. Çox belə bəlkə də mən olduğum ərəfələrdə hava bir qədər günəşli və incitməyən, küləkli olduğu üçün daha çox da sevməyimə səbəb oldu. Mənə desələr, əgər təkrar olmaq istəyərsən, düşünmədən deyərəm ki, bəli, təkrar olmaq istəyirəm. Neçə gün qaldınız? 2 gün. 2 gün qaldınız. Deyir, Lissabon belə çox dərəli, təpəli yerlərdir. Hətta, bilmirəm, doğru deyirlər, doğru müqayisədir yoxsa yox. Bəzən o relyefinə görə İstanbulla da müqayisə edirlər Lissabonu.
İstanbulda olmamışam. Ona görə bu barədə dəqiq nəsə deyə bilmərəm. Amma bəli, dağlı, təpəli belə yerlərdir. Hətta mən AI-dan soruşanda ki, mən haralara gedim, ilk növbədə mənə yazdı ki, ilk növbədə rahat ayaqqabı geyməlisiniz. Çünki dediyimiz kimi belə İstanbulda olsam bəlkə də bu müqayisəni tam eləyə bilərəm. Amma aydın məsələdir. Ən çox sizi xoşunuza gələn nə oldu Lissabonda? Konkret olaraq hansı ünvanlara getdiniz, yoxsa elə sadəcə gəzirdiniz şəhəri? Mən bir şəhərdə olanda özümü turist kimi deyil də səyahətçi kimi hiss eləmək üçün onun marketlərinə və bazarlarına gedirəm. Orada bazara getdim, marketlərdə oldum, belə deyim, gəzdim ki, yerli əhali görəsən nələrdən alır, nələr necə qidalanır. Bunlar mənə xoş gəldi. Sonra elə orada çayın ətrafında və okean sahillərində yeriyəndə özümü daha yaxşı gəldi. Təhlükəli yer deyil. Yox, təhlükəli yer deyil. Avropa ölkəsi olsa da, amma Portuqaliya çox da varlı bir ölkə deyil. Bunu həmişə deyiblər və çox qəribə bir təzad var ki, çox varlı olmayan ölkələrin insanların üzləri də həmişə gülür. Daha belə səmimi olurlar. Bilmirəm nə ilə əlaqələndirək bunu. Siz onların çox da varlı bir ölkə olmadığını nədən belə hiss elədiniz? Nədən duymağa başladınız? Orada adətən 5 mərtəbəli, 4 mərtəbəli binalar çox idi. İnsanlar belə izah eləyə bilərəmsə, böyük şəhərlərdə olanda siz görərsiniz hündür binalar, heç kim, misal üçün mən görməmişəm böyük şəhərlərdə olanda eyvanından paltar assın və yaxud necə deyim, məhəllədə insanlar desin, gülsün, yox. Amma orada siz dar küçələrlə yeriyəndə görürsünüz ki, pəncərələrdən paltarlar asıblar. Yəni bu şəxsən mənə doğma hiss elətdirdi. Çünki adətən onu eyni şey bizə görmüşük. Bəli, Bakıda və öz yaşadığım məhəllədə gördüyüm üçün. Məhəllələr arasında balaca kafelər var. İnsanlar həm orada oturur, əylənir. Onların fodo deyə musiqisi var. Çox əladır. Çox maraqlı və çox gözəldir. Yəni öz necə təmiz səslə oxuyurlar onu, mikrofonsuz falan. Mən orada bron etmişdim və həmin o fado gecəsində olanda deməli xüsusi alətlə ifa eləyirlər və xanım bizi biraz aşağı yerə sallar. Kilsələrdə olduğu kimi səs çox belə echo versin deyə, yəni necəsə. Yəni öz çılpaq səsi ilə onu oxuyanda çox yəni adam təsirləndi. Dostlar, mən indi o fadonu burada səsləndirmə imkanına malik deyiləm, amma imkan düşəndə verilişimiz bitəndən sonra o fado musiqisinə bir YouTube-da yazın qulağın, möhtəşəm hisslər bəxş edir adama. Amma bilmirəm səhər tezdən necə gedər. Daha çox axşam saat 8-9-dan sonra məncə daha yaxşı təsir göstərir. Deyərdim. Çünki mən də orada adətən səhər deyil də axşam kafelərdə oxuyur insanlar, sonra dediyim kimi kilsə kimi bir yerdə, balaca yerdə onu ifa edirlər. Yəni Portuqaliyanı, Lissabonu çox sevdim. Görməli yerlər. Görməli yerlər. Var elə bir şey ağlınızda deməlisiniz. Var. Mən deməli orada olanda adətən biraz necə deyim, həmin yerlərin adı məndə almanca və ingiliscə olduğu üçün beynim tərcümə eləməyə çalışır. Eləmin, elə adı olduğu kimi deyil. Baş olduğu kimi, belə deyim. Orada olsa biz orada da getsək xəritəyə həmin adı yazmalıyıq da ki, gedib ora çıxaq. Mən belə deyim. İlk öncə orada mən oldum, İsa Məsih heykəli var. Rio de Janeiro'dan necə deyim, əsaslanıb, ilhamlanıb, bəli, Cristo Ray adlanır. Deməli çayın digər tərəfindədir. Mən ora getdim ilk öncə. Çox belə böyük, çox belə maraqlı göstərir və düşündüm ki, əgər buradakı Lissabonda olan bu ölçüdədir ki, bəlkə Braziliyada olan necə böyükdür. Ora getməyi çox tövsiyə edərdim. Düzdür, bir balaca küləkli idi, amma siz belə çox hündür yerdən şəhəri tamamilə görə bilirsiniz. 25 Aprel körpüsü var orada. 25 Aprel körpüsünü həm gəmi ilə belə deyim keçmək mümkündür. Bəli, həm də avtobus və yaxud taksi ilə keçmək mümkündür. Sonra orada mən olduğum yerlərdən
Alfama adlı yer var. Şəhər mərkəzinə yaxın yerdir. Siz elə küçələr boyu yeriyəndə, orada Lizabon deyəndə insanın ağlına həm də keramiklər gəlir. Bunlar əsaslanıb mən araşdırdığım qədərlə ərəblərdən və bunun səbəbi Lizabon bir balaca isti şəhər olduğu üçün həm estetik görsənir, həm də evə sərinlik qatır. Siz həmin o ağ üzəri mavi bəzəklərlə olan keramikləri görə bilərsiniz Alfamada yeridiyiniz zaman. Sonra orada meydan var. Meydanda yerimək olar. Sonra Time Out market var, dediyim bazar. Siz ora daxil olanda orada Portuqaliya mətbəxindən yeməklər yeyirsiniz, baxırsınız. Şirniyyat var, onların Fatal de Nata adlanır. Həmin şirniyyat bir nevi sinabona bənzəyir, amma sinabonun içərisi doldurulmuş formadadır, darçınlı. Yəni başqa bir balaca mən adətən çox da yox gedib mən sırf bunları görəcəm deyə deyil. Orada kilsədə də oldum və nə yaxşı təsadüfdən kilsədə olanda orada arqa musiqisi ifa eləyirdi. Bir balaca oturandan sonra qayıtdım. Yəni mən sırf gedim görüm deyil də qarşıma çıxar görərəm, əsas yerlərini gəzim və həmin an orada sadəcə gəzim və görüm. Fürsət yaranar, yenə qayıdaram, yenə gələrəm düşüncəsi. Məsələn, Avropada müxtəlif ölkələr vardı. İsveçrə, nə bilim, Danimarka. Mən bahalı ölkələrin adını çəkirəm. Niderlandın özü də mən bildiyim qədər bahalı yerlərdir. Portuqaliya misal üçün, orada müqayisə aparsaq qiymətlər baxımından, insanların rifahı da çox yüksək səviyyədə deyil deyə düşünürəm ki, o qədər bahalı olmaz. Deyil. Orada mən bunu müqayisə edirəm taksi qiymətlərindən. Ucuz idi. Yəni mən hava limanından olduğum məsafə arası bəlkə də yarım saatlıq yol idisə, taksi 10 avrodan aşağı tutdu. Amma bu Almaniyanın özündə belə bir qədər bahadır. Adicə yarım saatlıq məsafə 25 avrodan çox məbləği tutur. Belə mən market qiymətləri də yaxşı idi. Ucuz idi deyərdim. Amma məsələn almanların, bilmirəm Portuqaliyada elədi yoxsa, fransızların, almanların bir xüsusiyyəti xoşuma gəldi ki, hamısının demək olar ki, velosipedi, mikromobil nəqliyyat vasitəsi var. Mən görəndə biraz belə şoka düşdüm ki, bir ana uşağını məktəbə aparır. Bir velosipedli 3 nəfərlik, uşaqlar arxada oturub, ana da sürə-sürə, dəbilqəsi də başında, təhlükəsizlik qaydalarına əməl edərək yolla gedir və bu onları sıxmır. Sıxmır, xeyr. Bu onların həyat tərzinə, yaşam tərzinə çevrilib. Amma siz sürmürsünüz deyəsən. Mən sürürəm, amma velosipedim yoxdur. Düşünürəm almağı. Adətən kiralayıb sürürəm bəzən. Mənə maraqlıdır ki, orada nəqliyyat falan bahadır deyə, avtomobil xərcləri çoxdur deyə insanlar velosipedə üstünlük verirlər, yoxsa sağlamlıq və həyat tərzi bunu onlara məcbur edir? Mən fikirləşirəm uşaqlıqdan yaranan bir vərdişdir. Daha rahat gəlir deyə düşünürəm. Sağlamlıq tərəfdən də məncə düşünə bilərlər və avtomobil mən görmüşəm adətən yaşlı nəsildə biz görərik çox belə bahalı avtomobilləri. Gənclər adətən sadəcə yolda xidmət eləsin deyə, sadəcə avtomobil kimi belə necə deyim, buradan ora aparsın. Bəli, buradan ora aparsın. Elə istifadə edirlər. Velosiped daha çox təbii ki üstünlük verilir. Qışda çox da yox, yay aylarında yəni bu elədir. Əla. Deməli biz sizə uğurlar arzulayırıq işlərinizdə. Səsiniz, sorağınız bu Almaniyada ən yüksək nöqtələrdən gəlsin. Gələcəkdə biz sizi efirlərdə, nə bilim, sosial şəbəkələrdə yalnız və yalnız bu fəxr ediləsi istiqamətlərdə görək. Siz buna layiqsiniz deyə düşünürəm. Həm də əziyyətiniz yerdə qalmayacaq deyə fikirləşirəm. Bölüşmək istədiyiniz, amma mənim o istiqamətdə vermədiyim bir sual oldumu, mövzu oldumu, nəsə var? Gələndə fikirləşirdiniz ki, bu barədə danışacağam, mütləq deyəcəm. Mütləq deyəcəm. Dediyim yox, əslində təbii ki başlayanda bir balaca həyəcanlıydım. Çox sağ olun dəstəyiniz üçün. Mən bunu demək istəyirəm ki, mən fikirləşirəm əgər bir insan bir şeyi həqiqətən istəyirsə, bu heç bir zaman gec deyil və ona təbii şəkildə nail ola bilər. Qorxmasınlar. Əgər hər hansı bir çətinlikdə özlərini hiss eləyəcəklərsə, ən sevdiyim cümlələrdən biri budur ki, əgər ilham pərisi axtarırsansa, gözlərini yum və içindəki uşağı gör. Onlar o həmin
öz balacalıqlarını, öz uşaqlıqlarını xatırlasınlar ki, mən nə istəyirdim və mən nə edə bilərəm. Qorxmasınlar. Heç bir zaman gec deyil. Mən Almaniyada təhsil alan insanlar görmüşəm. 30 yaşında, 35 yaşında. Hətta mən fikirləşirəm ki, əgər mənim bu istəyim varsa, bunu edim. Edə bilərəmsə əgər, nə qədər ki gəncik, nə qədər ki həvəsimiz var, bundan yayınmayaq. Kənar faktorlar onlara təsir eləməsin, eləyə bilər, amma çox da icazə verməsinlər. Kənar faktorlar təbii ki incidici faktorlardan danışıram. Və mən fikirləşirəm ki, insanın hər zaman məncə dəstəyi var və mən ailəmə və dostlarıma bu barədə təşəkkür etmək istəyirəm ki, hər nə olursa olsun dəstək olurlar və deyirlər ki, elə. Yəni biz burdayıq. Ona görə də uğurlusunuz. Təbrik edirəm mən sizi. Çox sağ olun. Çox Təşəkkürlər.